də digər mühacir bloger və Diktator TV-nin Diktator TV-də Manav Cəlilzadə olmalıdır. Hər Manav bəy, vaxtınız xeyir. hər vaxtınız Səmiz xeyir xanım. olsun. Təşəkkür edirəm. Osman qızı TV izləyicilərini salamlayıram. Xahiş edirəm, yayımı bəyənin, paylaşın. Çox maraqlı efir olacaq həqiqətən. Mütləq. Manav bəy, əvvəlcə sizə sualım bundan ibarət olacaq. Orduxan Təmirxanın da ona da belə deyək, Respublika Baş Prokurorluğuna belə bir çağırış edilməsi, şəxsiyyət vəsiqəni də götür, əlindəki dəlilləri də götür ki, sən terrorçusan və Baş Prokurorluğa gəl öz ayaqlarında. Həqiqətən, bilirsiniz, mənə elə gəlir ki, hakimiyyət sanki bir qisas almağa çalışır burada. Baxın, uzun illərdən başlayaraq hakimiyyətə qarşı danışan insanları bir-bir cəzalandırmağa çalışır. İndiyənə kimi bütün variantları istifadə elədi Azərbaycan hakimiyyəti. Kimisini döydürtdü, kimisini bıçaqlatdırdı, kimisini nə bilim başqa hərəkətlər elədi. Hətta ən sonuncu Vidadi İskəndərli, Allah rəhmət eləsin, Vidadi bəy öldürdü. Və gördü ki, artıq bizə bu keçmir də, başa düşürsün. Bu variantlar alınmır, susturmaq üçün, səsimizi kəsmək üçün və yaxud da ki, nə bilim, digər şeyləri, məqsədlər bunlarda alınmır. Və indi də bu məhkəmə qanuni yola əl atırlar. Və keçən əvvəl Səmiz xanım, siz də bu barədə sizin efirdə xeyli danışmışdıq ki, bunun arxasında nələr dayanə bilər? Təbii ki, bunun başında məsələn Azərbaycan hakimiyyəti və baş prokurorluq dövlət büdcəsindən milyonlarla pul silməkdir. Bunun, yəni burada ilk ağla gələn sual mən elə bilirəm ki, budur. Məsələn, baş prokuror əlinə bütün o dəftərini, çamadanını, nə bilim, portbalini, vuracaq qoltuğuna İlhamın kabinetini deyəcək ki, baxın, cənab prezident, sizə qarşı, sizin hakimiyyətə qarşı danışanları biz qanuni yolla məhkəməyə veririk. Hətta İlhamın başını alladacaq ki, bəs biz onları Azərbaycana gətirmək gücündəyik, Azərbaycana gətirmək yolu istiqamətində biz böyük bir addımlar atırıq və s. və l. Və indiyənə kimi dediyim kimi, bütün danışan insanlara və ən sonuncu da Orduxan, baxmayaraq ki, orada mənim adım yoxdur, çox bəzən həm üzülürəm, həm də sevinirəm ki, mənim adım o siyahıda niyə yoxdur. İndi Orduxanın da adını veribdir, çünki Orduxan artıq 2000, mən bildiyim qədər 2016-cı ildən bu meydanda, hətta məndən də öncə və bəzi blogerlərdən də öncə Orduxan, bir çox blogerlərdən öncə Orduxan, belə deyim, hakimiyyətə qarşı danışılanlardan idi. Və yəqin ki, Orduxanın danışmağa bu hakimiyyətdə bir ağır bir yara buraxıb, iz buraxıb ki, yəni deyir ki, bax, Orduxan Teymurxan, səni də unutmamışıq, səni də prokuraturaya çağırırıq. Və indi burada, orada deyir ki, şəxsiyyət vəsiqəsini götürün, gəlin. Ay hörmətli baş prokurorluq, məsələn, mən şəxsiyyət vəsiqəm özümdədir və yaxud da digər blogerin şəxsiyyət vəsiqə özündə deyil. Niyə bəs şəxsiyyət vəsiqəsindən də? Yəni, xaricdə yaşayır. Hətta onu dediyim ki, Səmiz xanım, demək, bəzi o yanlışlara yol veribdir. Məsələn, Elşadın doğum tarixini Məhəmmədə calayıbdır. Filankəsin doğum tarixini o birisinə calayıbdır. Yəni, belə deyim, xaşıl bir formasında öz aləmlərində bir cinayət işi açıblar, məhkəmə qrupları öz aləmlərində və təbii ki, bu, yenə deyirəm, təkrar edirəm, üstünü altını çizərək deyirəm ki, bunun arxasında Səmiz xanım, dövlət büdcəsindən yenə də siz xalqın, Azərbaycan xalqı, siz xalqın bir neçə milyonu silinmiş, bəlkə də bilmirəm, bir neçə 100 milyon da ola bilər, Azərbaycan xalqının pulları silinib gələcək. Mən belə deyirəm. Yəni, bu həm də həmin orqanların, bu halda Respublika Baş Prokurorluğunun özünü də nüfuzdan salması, özünü nüfuzdan salmasıdır. Yəni, bu qədər məlumatları səhv salması, sonra şəxsiyyət vəsiqəsi, yəni bu adamlar illərdir ki, başqa ölkələrdədirlər, vətəndaşdır. Yəni, 2019-cu ildə bu baş verib də, bir də artıq veriblər, yəni alınmayıb. Niyə özünüzü zorluyursunuz ki, niyə məcbur edirsiniz ki? Yəni, niyə də, niyə? Məqsədiniz nədir? 2019-cu ildə dövlət büdcəsindən az pul mu yediniz? İndi də təzdən yenə başlayırsınız. Daha çox pul yeməyə məqsəd daşıyırsınız sizin bu əməliniz. Nədir axı? Azərbaycan prokurorluğu. Niyə axı? Niyə? Bəlkə də Azərbaycan xalqına, Səmiz xanım, burada bir nüansı da çatdırım ki, bunlar indi dövlət televiziya vasitəsilə hər kəsə açıqlayırlar da, filankə çağırır. Bütün dövlət televiziya vasitəsilə, bütün dövlət ictimai televiziya vasitəsilə təbii ki, xalq bunu istəyir.
Burada bu ola bilərmi ki, məsələn, xalqa göstərilir ki, bax, onlara inanmayın, ha, onları da tutub gətirəcək bura. Azərbaycan xalqı, bax, səsinizi kəsin, Həm də buna gördünüz? hesab Onlara olunur. belə əlimiz çatır, onları tutub gətirəcəyik. Onlara Onları güvənməyin. izləmək belə Ondan qeyri-qanunidir. sonra onları gətirəndən sonra artıq siz heç bir səsinizi çıxarmayacaqsınız, heç bir bu hakimiyyətə qarşı etiraz eləməyəcəksiniz. Heç şübhəsiz. Belə də ola bilər. Bəli, bəli. Ümumiyyətlə biz görəndə ki, məsəl üçün adi bir yağış yağanda ölkə necə iflic vəziyyətinə düşür və bunun fonunda bəs rəhbərlik necə cılız Mən o məsələlərlə vaxtda çox məşğuldur. geniş danışmaq istəyirəm, Sevin xanım. Həqiqətən elə Bəli. girişi yaxşı bu blogerlərin çağırmasından başladı. Baxın, Azərbaycan xalqı, ölkədəki vəziyyət, yəni biz hər il bunu yaşayırıq da, yəni hər 6 aydan bir biz bunu yaşayırıq. Ölkədə yağış yağanda ölkə sanki bir Venetsiyaya dönür. Həqiqətən deyirəm. Azərbaycan hakimiyyəti əsas vacib işlər qalıb bir kənarda. Azərbaycan hakimiyyəti xaricdəki oponentlərini məhkəmə yoluna nə bilim neyinir. Azərbaycan xalqı bu bilsiz nədən irəli gəlir? Mən o qədər beynim qarşı çox şey danışmaq istəyirəm. Baxın, elə buradan girişi buradan başlayayım. Azərbaycan xalqı, baxın, 30 ildir kanalizasiya sistemi hələ də Azərbaycanda öz həllini tapmayıbdır. Amma bir dənə baxın, Qarabağ bu geri alınandan sonra Azərbaycan xalqı İlham Əliyev ailəsinə məxsus otellər tikildi Şuşada, restoranlar tikildi, əyləncə mərkəzləri tikildi, bravolar tikildi, qardaş. Bunlar hamısı bir neçə hava limanı tikildi, düzdürmü? Yollar çəkildi, nə bilim nələr, inək fermaları, nə bilim hətta keçi üçün pianinoları gətirdiniz, qoydunuz ora. Bütün bunlar hamısı çox qısa bir zaman ərzində. Azərbaycan hakimiyyəti dəfələrlə deyir da ki, biz ən qısa zamanda Qarabağı yenidən inşa elədik, dilçətdik, evlər tikdik, ora Qarabağlıları köçürdük falan filan. Yaxşı, Azərbaycan xalqı, sizə sual verirəm. Bütün bu işlər çox gözəl, qısa bir müddətdə baş verdi. Niyə Bakı şəhəri, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində hələ də bir biabırçı bir mənzərənin şahid oluruq? Niyə görə də hələ də o kanalizasiya sisteminə bir əncam çəkilmir? 6 ay bundan öncə, oktyabrda Bağırov körpüsünü su basmış. Bakı şəhəri icra başçısı çıxıb deyir ki, biz, bəli, ciddi bir məsələdir, biz bunu artıq öz tədbir işlərimizi görmüşük, başlamışıq. Amma baxın, yenə də, dünəndən yenə də Bağırov körpüsünü su basdı. Niyə Azərbaycan xalqı? Çünki ona görə ki, bu hakimiyyət sizin əziyyət çəkməyinizdən baxıb ləzzət alır, zövq alır. İlham Əliyev ailəsinə, şəxsən bu rejimə sizin o, bax bu yağışda çəkdiyiniz əziyyət, evlərinizin su altında qalması, yolda gedərkən maşınınızın su altında qalması, insanların, hətta bax bir nəfər itki də olubdur, insan ölübdür, insan həyatı. Bunlar hamısı, bilirsiniz nədir Azərbaycan xalqı? Bütün bunların hamısı İlham Əliyev sizin əziyyət çəkməyinizdən zövq alır, ləzzət alır. Bunu bir mənalı olaraq başa düş Azərbaycan xalqı. Niyə 30 ildə bu kanalizasiya problemi öz həllini tapır? Necə olur ki, bir ilin içində, il yarım içində Qarabağda otellər, restoranlar tikilir, bravolar tikilir, hava limanları tikilir, evlər tikilir. Amma 30 illik hələ də bu Bakı şəhəri eyni problemlərlə yaşayır. Niyə? Çünki İlham Əliyev xalq arasına çıxmır. Xalq arasına çıxsa İlham Əliyev görər da ən azından ki, insanlar nəyəcək. İlham Əliyev xalq görür, hansısa bir rayona gedir. Bakıdan keçəndə belə bütün yollar bağlanır. İnsanlar elə zaten orada bir saatlardan əziyyət çəkir yolların bağlı qalmasından. Bir şəhərə gedir İlham Əliyev, insanları doldururlar. İlham Əliyev xalq görür ki, bəyəm xalqın da əziyyət çəkir. Və nəyi demək istəyirəm? Başqa ölkədə, məsəl üçün, fəlakət, laf deyəlim, təbii fəlakətdir, yağışdır. Başqa ölkələrdə ölkənin yiyəsi, ölkənin sahibi, ölkənin başçısı çıxar xalqa açıqlama verir. Axı, dünən bir itki olubdur. 3 nəfər boğulun vəziyyətdə, bir nəfər həyatını itirib. Ölkənin başçısı niyə çıxıb açıqlama vermir Azərbaycan xalqı? Mən sizə sual verirəm. Niyə çıxıb? Başqa ölkələrdə olsaydı, ölkənin yatı çıxardı, üzr istəyərdi xalq. Xalqa hesabat verər. Ölkədə təbii fəlakət verib. Bəs ölkənin başçısı, nazirlərini yığardı İlham Əliyev ətrafına. Bu təbii fəlakətə qarşı hansı addımlar atmışsınız? Hansı işlər görmüşsünüz?
Azərbaycan hakimiyyəti, sizə sual verirəm. Hansı İlham Əliyev bunu elədi mi Azərbaycan xalqı? Eləmədi. Niyə xalqa hesabat vermədi? Niyə xalqdan üzr istəmədi, hə? Bu qədər insanlar əziyyət, insanların evlərini mən elə videolar gördüm ki, evlərin içinə qədər su dolubdur. Hətta o Əliyev ailəsinə məxsus o tikinti şirkətlərinin tikdiyi evlər belə evlərin içinə yağış suyu dolurdu. Niyə ölkənin başçısı bu barədə çıxıb açıqlama vermir? Ona da mən sizə cavab verim Azərbaycan xalqı. Çünki ölkənin başçısı mən açıq şəkildə deyirəm. Azərbaycan xalqını saymır, sizi adam yerinə qoymur. İlham Əliyev Azərbaycan xalqını saymır. Bunu artıq başa düşün. Azərbaycan xalqı özünüzə bir dəyər verin, hörmət edin ki, niyə axı? Hardadır bu ölkənin başçısı? Ölkədə bu qədər müsibət baş verir. Sibri zat elində. Yəni bu xalq hər dəfə bu yağış yağanda niyə görə əziyyət çəkməli? Və yaxud da əziyyət çəkməyə borcluyuq mu Azərbaycan xalqı? Hə? Borcluyuq mu? Və yaxud da siz məcbursunuzmu? Əgər bu hakimiyyət İlham Əliyev sizi adam yerinə qoymursa, saymırsa, demək qardaş, siz də bu hakimiyyəti saymayın da qardaş. Adam yerinə qoymayın da. Çünki bu hakimiyyət sizdən insan kimi rəftar eləmir qardaş. İnsan kimi rəftar eləmir. Bunu artıq 100 dəfə, milyon dəfə hər birimiz öz çıxışlarımızda qeyd eləmişik ki, İlham Əliyev hakimiyyəti xalqa adam yerinə qoymur, saymır. Vətəndaş gözündən görmür, insan gözündən görmür. Artıq yetər də qardaş. Bir vətəndaş olaraq siz necə biz xaricdə yaşayırıq. Allah şükür belə bir şeylərin şahidi olmuruq. Burada da yağış yağır. Yaşadığımız ölkələrdə də yağış yağır. Amma biz bunun əziyyətini çəkmirik. Çünki dövlət elə bir sistem qurub ki, insanlar yağış, qar yağanda, tufan olanda insanlar heç bir əziyyət çəkmir. Çünki əvvəlcədən dövlətin qurduğu sistem nəticəsində hər şey öz yolunda, axarında hərəkət eləyir. Başa düşürsünüz? Amma Azərbaycan xalqı yağış yağanda hər 3 aydan bir, 6 aydan bir əziyyət çəkməlidir. Mütləq əziyyət çəkməlidir. Və İlham Əliyev ölkənin başçısı da ki, oturacaq otağından xalqı seyr edib güləcək, həzz alacaq bundan. Eləmi? Azərbaycan xalqı. Nə vaxta kimi siz bunlara dözəcəksiniz bu hakimiyyətə? Nə vaxta kimi? Yaxşı sualdır.